Ona görə aqil insan düşünməlidir, daşınmalıdır ki, Allah Teala göyləri, yeri, içində olanları, arasında olanları bir hikmət olaraq yaradıb. Aqil insan bunları düşünür, ibrət alır və daha da onun imanı artır. Çünki Allah Teala yaratdıqlarını əbəs yerə yaratmıyor. Əsla. Allah bundan uzaqdır. Kim belə düşünərsə Allahı sanki yaradılanları boş bir şey üzərində yaratdığı kimi təsəvvür edər. Əsla. Allah bu şeylərdən uzaqdır. İnsan, aqil insan təfəkkür etsin, düşünsün və bilsin ki, bu yaradılanların hamısının bir mahiyyəti var, bir özəlliyi var. Bütün yaradılanların hamısında Allahın bir nişanəsi, bir dəlili var ki, insan onu düşünsün, təfəkkür etsin, Allahın əzəməti barəsində düşünsün. Fikir verin, Allah Teala deyir, əgər biz özümüzə bir əyləncə etmək istəsəydik, o zaman onu öz dərgahımızda olanlardan edərdik. Əgər bunu etsəydik, edərdik. Ayənin sonunda daha çox vurğuluyur. İn kunnə fa'ilin. Əgər biz bunu etsəydik, edərdik. Allah əsla yaradılanları oyuncaq, əyləncə üçün etməyib. İnsanlar ibrət alsın. İnsanlar düşünsün ki, bu yaradılanların hamısının bir mahiyyəti var. İnsana verilən ömrün, o zamanın bir gün Allah qarşısında haqq hesabı var. İnsana bəlli ömür verilir, hər kəsə müxtəlif. Və insana verilən ömrün mütləq Allahın huzurunda bir gün sorğu sualı var.